Vaxtınız xeyirli, uğurlu olsun. İzləyicilərimizi salamlamaq istəyirik və qeyd edeyim ki, Azart verilişinin ilk buraxılışı efirdədir. Bugünkü qonağımız Homix Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Etibar Ağalardır. Xoş gəlmisiniz Etibar müəllim. Xoş gördük. Etibar müəllim, ilk öncə qeyd edeyim ki, ilk verilişimizdir, ilk buraxılışımızdır. Təşəkkür edirik qəbul etdiyiniz üçün dəvətimizi. Homix haqqında bizə bir geniş məlumat verin. Nədir Homix fəaliyyəti, məqsədi, hədəfləri? Homix Məsuliyyətli Cəmiyyətin ideyası hardasa bizdə yaranıb 2018-ci ildən. Nədən yarandı? Mən özüm sahəyə fermerlikdən gəlmişəm. Böyük bir torpaq sahəm var idi. Əkirdim, istehsal edirdim. Sonra oturub hesablayanda görürdüm ki, əsas xərcləri aparan xərc statiyası gübrədir. Gübrə və bitki bəslənmə məhsulları. Bir müddət sonra biz bu yüzden başladıq idxalı ilə məşğul olmağa. İdxalı ilə məşğul olarkən də düşündüm ki, niyə də məhz gətirək bunu burada Azərbaycanda istehsal etməyək. Analiz etdik, gübrə nədən yaranır, necə istehsal olunur, tərkibi necə olur. Mütəxəssislərlə məsləhətləşdik. Bəzi xarici ölkələrdən mütəxəssislər dəvət etdik, onlarla müzakirə etdik. Və belə qərara gəldik ki, bu məhsulları artıq Azərbaycanda da istehsal etmək olar. Biz Dədə-Babadan ümumiyyətlə bu kənd təsərrüfatında işləyən insanların, fermerlərin deyək ki, dilindən gübrə ifadəsini tez-tez eşitmişik. Fərqi nədir? Məsəl üçün, keçmişdə bizim məhsulları istifadə etdiyimiz gübrə ilə Homixin belə deyək də ürətdiyi gübrənin fərqi nədir? Çox gözəl sualdır. Bir şey, əsas məqam odur ki, bizim istehsal etdiyimiz gübrə məhsullarının heç birinin tərkibində xlor birləşmələri yoxdur. Daha öncə və hal-hazırda da gətirilir, idxal olunur Azərbaycana. Kütləvi satışda olan gübrələrin çox böyük əksəriyyətinin doldurucu tərkibi xlor mənşəlidir. Niyə xlor mənşəli? Daha ucuz olur. Xlor tərkibli gübrələr torpağa nə kimi ziyan vura bilər? Kirəcləşmə, əsas kirəcləşmədir torpaqlarda. Bilirsiniz, sadə gübrələr deyirik biz ona. Amafos deyirlər el arasında, nitromafoska deyirlər. Bu tip gübrələrin tərkibində xlor birləşmələri çox olduğu üçün torpaqda kirəcləşmə yaradır. Düzdür, burada əsas məsələlərdən biri biznes tərəfidir, ancaq bizdə bu dövlətin mənsubuyuq, vətəndaşıyıq. Bizim özümüz də burada yaşayırıq, evladlarımız da burada yaşayacaq, nəticəmiz də burada yaşayacaq. Və biz özümüzlə çalışmalıyıq ki, yediyimiz, qohumlarımızın, qonşularımızın, həm soydaşlarımızın yediyi məhsullar kifayət qədər sağlam olsun. Bəli. Bu bir. İkinci məsələ, bizim istehsal etdiyimiz gübrələr innovativ gübrələrdir. Mənimsəmə fərqi var. Məsəl üçün, 100 kilo gübrənin 8 və ya 10 kilosu bitkiyə gedir, digəri çökür, buxarlanır, çıxır gedir. Yəni, faydası az olur. Bizim istehsal etdiyimiz əsasən maye gübrələrin mənimsənməsi 50-60% qədərdir. Yəni belə deyil. Nəyin hesabına, hansı mexanizm? Biz onu daha mənimsənilən maye formaya gətiririk. Birbaşa tətbiq, yarpaqdan da tətbiq etmək olar. Bilirsiniz, bitkilər iki yolla qidalanır, kökdən və yarpaqdan. Həm kökdən tətbiq etmə zamanı, həm yarpaqdan tətbiq etmə zamanı mənimsənilməsi maye gübrələrdə çox yüksək olur. Bizdə olan maye kalsium gübrəsində biz müəyyən miqdar bor əlavə eləməklə bilirik ki, kalsium elementi ağır elementdir. Bitki bünyəsində daşınması çətin olur deyənə bitkini təşviq etmək üçün borla əlavə edirik ki, bir növ bitkini təşviq edir ki, o qidanı alsın və ona görə də istifadəsi az olur. Məsəl üçün, bizim 1-20 litrlik qabda olan maye gübrə 100-150 kiloqramlıq sadə gübrəni sahədə əvəz edir. Bunun hesabına ola bilər, vahidin qiyməti fermerə baha görsənə bilər. Amma hesablama, mənimsənilmə və istifadə miqdarının azalması göstərir ki, 2 dəfədən çox sahədə fərq verir maliyyət olaraq.
bizim fermer, yerli fermer niyə sizin məhsulu seçməlidir? Bizim istehsal edən məhsullarımızın böyük əksəriyyəti orqanik tərkiblidir. Elə məhsullarımız 100% orqanikdir. Yəni heç bir kimyəvi tərkibində kimyəvi maddə yoxdur. Bu bir. İkincisi, bu həm fermerlərə, həm də bu sahədə olan biznesmenlərə faydalı. Niyə görə? Sifariş edir Homix-dən. Vacib deyil o bir maşın hamısını birdən sifariş eləsin. İstehsalat sənin tam yanındadır. Bəli. Hissə götür. Pulunu bir maşına yatırma, 3 ton, 5 ton aldın, istifadə edin və yaxud satdın. Yenidən sifariş verdin, aldın, istifadə edin. Ambarlaşdırmırsan. Yeni istehsal edilmiş, o belə deyək də, tər məhsulu istehsalçıdan alıb ya sahəyə aparırsan, ya satış məntəqəsinə aparırsan. Gübrə məhsulu 2 komponentdən ibarət olur. Doldurucu tərkib və təsir edici maddə. İnsanların qəbul etdiyi dərman tabletləri görmüsünüz da. Bəli. Onun içərisində 90%-dən çox, 99% belə deyək, nişastadır məsəl üçün. Neytral bir substansiyadır, konteyner rolunu oynayır. Təsir edici maddəni ona qatırlar, insan qəbul edir. O neytral maddə sorulur, o tərkibi təsir edici maddə orqanizmə yayılır və öz təsirini göstərir. Gübrədə də biz gördüyümüz şərti 1 litrik maddənin məhsulun içində çox böyük əksəri doldurucudur. Bu ya su ola bilər, müxtəlif həlledici ola bilər, orqanik doldurucular ola bilər ki, bunun Azərbaycanda varsa, mən bunu belə deyək də, maşına pul verib dünyanın o başına niyə gətirim? Yaxşı, əlbəttə, yəni... Bu bir mənfəət. Onun hesabına gübrənin qiyməti kifayət qədər aşağı düşür ki, həm fermerə, həm biznes mənsublarına gübrəni əldə etmək daha az maliyyət hesabına başa gəlir. Bəli, yəni əl çatanlıq baxımından da, həm də yerli məhsul, belə deyək də, fermerə daha əl verir. Ümumiyyətlə, Azərbaycanda torpaq məhsuldarlığı ilə bağlı nə kimi problemlər var və Homix olaraq siz, belə deyək də, bu məhsulun istehsalı ilə bağlı hansı problemlərin aradan qaldırılmasını prioritet bilirsiniz özünüz üçün? Burada indi öncəki sualınıza da bir hissəsinə qayıda bilərəm ki, yerli istehsalçı nədir? Bizim əlimizdə, belə deyək də, təcrübə də var ki, bir sıra fermerlərimiz biz onların tövsiyəsi əsasında gübrə hazırlayırıq. Niyə görə? Adi Azərbaycanın özündə götürsək, kifayət qədər çox iqlim qurşağı var. Bəli. İqlim qurşağı fərqli olduğu kimi torpağın strukturu, fiziki xassələri, kimyəvi xassələri də dəyişir. Götürsək, Abşeronla biraz aşağı Aran zonasına keçir, tam fərqli bir mənzərə ilə rastlaşacaq. Və yaxud da şimal zonasında yox. Bəli, biz artıq fermerlərə konkret torpaq iqlim şəraitinə, bitkiyə uyğun həllər təqdim edirik. Sizin konkret bitkiyə uyğun iqlim şəraitinə, torpaq şəraitinə uyğun olaraq, çünki ola bilər torpağın turşuluğunda fərq olar, gübrənin mənimsənilməsində problem var, çünki turşuluq fərq verdikcə gübrənin mənimsəsi bitki tərəfindən zəifləyir. Problemlər nədən ibarətdir? Məncə, hər bir sahədə olduğu kimi bu sahədə də plansızlıq. Bəli, fermerlərin ciddi bu məsələlərlə bağlı problemləri var və tövsiyələriniz maraqlıdır. Çox rastlaşırıq. Qonşum bu bitkini əkib mən də əkəcəm. Yanlış bir düşüncədir. Və yaxud babam o vaxtı, Sovet vaxtı hektara 200 kilo falan gübrədən verirdi, mən də verməliyəm. İzah edirsən, başa salırsan ki, o zaman bu gübrələr yox idi. Siz onu istifadə edirdiniz, artıq zaman dəyişir, texnologiyalar gəlişir, gübrələrin özü dəyişir. Bir şey qeyd edelim ki, Avropa ölkələrinin bir çoxu artıq o xlor tərkibi gübrələrin ümumiyyətlə idxalını dayandırıblar, idxal etmirlər. Və çox tətbiq edirlər, bu tipli bizim istehsalat etdiyimiz gübrələr tipli gübrələrdən istifadə edirlər. Çünki biz nümunələr göndərmişdik Böyük Britaniyaya, Polşaya, Slovakiyaya, Sloveniyaya. Çox bəyənirdilər bizim gübrələrin keyfiyyətini və onların artıq öz sözlərindən ki, biz artıq belə deyək də bu gübrələrlə işləməyə daha çox üstünlük veririk. Mən istərdim ki, bizim fermerlərdə, təsərrüfatçılarda
ən azından imkanlar da çoxdur. İnternet var, ChatGPT deyilən bir məhsul var. Hansından ki, rahat istifadə edə bilərlər, məsləhət ala bilərlər. Bizim yəni ümumiyyətlə iqlim dəyişikliyi deyilən bir proses dünyada gedir və bu proses tək aqrar sənaye sektoruna yox, ümumiyyətlə yəni qlobal bir təsir gücünə malikdir. Yəni gübrə istehsalı innovasiyasında hansı belə yeniliklərə gətirib çıxardır? Bu sahədə belə deyək, dövlət də bir sıra dəstəyini təqdim edir. Aqrar sığorta təşkilatı var ki, hansı ki fermerlərin əkinlərini müxtəlif təbii kataklizmlərdən müdafiə etmək üçün öz sığorta belə deyək, dəstəklərini təklif edirlər. Gübrə istehsalçısı olaraq bilirsiniz, quraqlıq olanda da və yaxud çox yağış yağmağı, çox gün olmağı bitki də bir canlıdır. İnsan necə ki quraqlıqdan əziyyət çəkirsə, çox istidən əziyyət çəkirsə, çox soyuqdan əziyyət çəkirsə, eyni stressləri bitki də keçirdir. Bitki üçün stress nə deməkdir? Daha az məhsul. Belə deyək də. Az məhsul belə deyək də istehsal etməsi, eləmi? Bəli, bitki stress vəziyyətində özünü qoruma mexanizmini işə salır. Nəsil artırmanı zəiflədir ki, özümü bəsləyim. Sanki belə deyək də bir qadın durmadan məsəl üçün bir neçə dalbadal uşaq dünyaya gətirməsi prosesi kimi, yəni bu qadına təsir eləyə bilər. Yaxşı imkanlı ailə deyir, elə uşaq çox olsun, nə yaxşı. Amma nəticədə yəni qadına təsir eləyir. Eyni şey də bitki üzrə. Eyni də bitkidədir. Gübrə istehsalçısı necə dəstək olur? Müxtəlif belə deyək, dəstəkləyici gübrələr var, amin turşuları tərkibli və yaxud digər tərkibli ki, hansı ki bitkiləri stress vəziyyətində çıxarmaq üçün tətbiq edilir. Belə deyək, quraqlıqda bir bitki 10 gün dayana bilərsə, o amin turşusunun tətbiqindən sonra onun dirənci 2 qat və yaxud 2 qatdan çox arta bilər. Ki, biz də istehsalçı olaraq bu tip məhsullar var. Bilirsiniz, indi bütün dünyada təbii su qaynaqlarının belə deyək də tükənməsi baş verir. Azərbaycanda da bu hiss olunur. Düzdür, bizim bu 2-ci Qarabağ savaşındakı zəfərimizdən sonra, dövlətimizin zəfərindən sonra bir sıra əlçatmaz olan su qaynaqlarına yenidən bərpa olundu və ölkəmizin müxtəlif bölgələrinə o su qaynağı daşınması təmin olundu. Amma hər bir halda dünyada belə bir tendensiya var ki, bu qaynaqlar tükənmə üzrədir, azalır. Və biz də istehsalçı olaraq daha az belə deyək, su istifadə etməklə gübrələrin o bitkilərə mənimsənəsini təmin etmək, bitkilərin qidalanmasını təmin etməkdə dəstək olmaq üçün hal-hazırda məhsulları təqdim edirik və belə deyək də bu işi dayandırmadan daima bir motivator rol oynayır həm də gübrə. Yəni bütün bu məsələlərdə bayaq dediyiniz kimi. Belə deyək, daha götürək 50-60 il bundan qabaq. Azərbaycanda belə 6 milyon əhali var idisə, indi 10 milyondur. Bəli. Biz 6 milyonu yedirmək üçün çalışırdıq və ona mövcud torpaq sahələri, aqrotexniki qaydalar bəs eləyirdi. Əhali sayı artıb. Artıq biz belə deyək, bitkilərin intensiv bar verməsini təmin etməliyik. Keçmiş texnologiyadan, belə deyək, gerdə qalmış texnologiyadan bu şeyə mümkün deyil. Ona görə də gübrə istehsalçılar da yeni həllər təqdim etməlidir ki, hansı ki biz də belə deyək, daşın altına əlimizi qoymağa çalışırıq. Bu bir. İkincisi, torpaq intensiv olaraq istismar olunur. El arasında belə deyək, gücdən düşüb. Gücdən düşmə nədir? Əkirik, amma ki o yerinə nəsə verməlisən ki, o torpaq da sənə nəsə geri qaytarıb versin. Məhz bu gübrələrlə dəstək olmaqla, biz belə də intensiv istismar olan torpaq sahələrinin bərpasında ki, hansı ki bizdə elə gübrələr var ki, sırf torpaqların bərpa olunması üçün nəzərdə tutulur. Tam orqanikdir, belə deyək də, torpağı belə deyək, 15-20 il durmadan istismar olan torpağı
yeni vəziyyətinə qaytarır. Məhsuldarlığını artırır. Çox gözəl. Etibar müəllim, bəzən deməyək artıq son belə deyək də bu 20-30 ildə ölkəmizə həm ölkəmiz idxal edir, həm də ölkəmizə xaricdən müəyyən bizim iqlimə, bizim təbiətə uyğun olmayan bir bitkilər, qida məhsulları gəlir. Və insanlarda belə bir fikir formalaşıbdı ki, dərmanlanmış meyvələrin, dərmanlanmış tərəvəzlərin ki, əvvəlki almaları, indi lori dildə danışacağam, sadə dildə ki, bizi hər kəs başa düşsün. Əvvəlki almaları bir gün saxlayırdın, qurd düşürdü, çürüyürdü, indiki alma çürümür. Yəni bax bu fikirlərdə olan bu yanlış anlaşılmalara bir mütəxəssis kimi aydınlıq gətirməyinizi istəyirəm. Ümumiyyətlə, belə deyək, kommersializasiya gedir də hər yerdə, aqrar sektorda olduğu kimi, belə deyək, hər bir sahibkar istəyir ki, 1 hektardan daha çox məhsul alsın. Yeni çeşidlər də seleksiya. Təbii seleksiya, çarpazlaşma ilə, bir-birinə calaq olunmaqla yeni çeşidlər alırlar. Fermerin sifarişi var. Alma daha çox rəf ömrü olmalıdır. Hər mövsümdə olmalıdır. Məsəl üçün çiyələyi biz adətən yayda yeyirdik, artıq o çeşid fərqidir, bəli. Daha çox rəf ömrü olmalıdır, çox bar verməlidir. Xəstəliklərə davamlı olmalıdır. Bu parametrləri sifariş edə, hərdən görürsən ki, dad parametri itir. Kütləyə baxırıq, həcmə baxırıq, daddan qaçırıq. Dad da artıq köhnə nəsil bu dadı bilir. Yeni nəsildə artıq öyrəşir. Öyrəşir, ancaq belə deyək də, o gübrələrə insanlar baxırlar ki, kimyadır. Bəli. Gübrələrin tərkibinə baxsaq, indi mən biraz o gübrələrin reseptinə girəcəm, biraz belə də istehsalat sirrimizi açacağam. Çoxu insanların belə deyək, aptekdən alıb atdığı dərman və yaxud vitaminlərdir, müxtəlif forma. Hansı ki, gübrələrə girən bir çox maddələr qida sənayesində də istifadə olunur. İstəyir, belə deyək, quru məhsullar olsun, istəyir ət məhsulları olsun, hansının ki, tərkibinə vurulur, o gübrələrdə də olur. Və bir də bu məhsullar nədir? Təbii məhsullarda sadəcə hardasa zənginləşdirilmiş bir formada gəlir, gübrələr qatır, yenidən torpağa gedir, bitki alır, yenə meyvə formasında qaytarır, verir bizə. Yəni ondan çəkinməyə məncə ehtiyac, lüzum yoxdur. Bu bir. İkincisi, dövlətin müxtəlif qurumları var ki, hansı ki, son istehsal məhsulunun belə deyək, keyfiyyətini, tərkibini kifayət qədər ciddi yoxlayırlar. İstər qida təhlükəsizliyi agentliyi olsun, istər digər dövlət qurumları olsun. Bu həm gübrə idxal olunarkən, həm gübrə istehsal olunarkən, həm gübrə istehsal olunmamışdan biz gübrənin istehsal olunmasına qədər bizim 2 ilə yaxın vaxtımız gedir, satışa çıxacağı qədər. Bunun 1 ilini yalnız dövlət orqanları onun yoxlamasına məşğul olur. Müxtəlif sahələrdə. Standartlar. Bəli, onun tərkibi yoxlanılır, müxtəlif bitkilərə, müxtəlif şəraitdə təsiri yoxlanılır. Müşahidə şurası bir kollektiv yığılır, bütün o təşkilatlar özü bir təsdiqləyir ki, bu satışa gedə bilər, istifadə oluna bilər və yaxud olunmaya bilər. Yəni, belə deyək də, istifadəçilər, fermerlər, əhali düşünməsin ki, bu belə deyək də, bir başlı-başına gedən bir prosesdir, xeyr. Təbii ki, çox ciddi hazırlıq gedir. İnsan faktorundan. İnsan faktoru varsa burada. Qidadan söhbət gedir. Toxundunuz əslində bu məsələyə, gübrənin tərkibindəki vitamin məsələsi, hansı ki, çox yaxşı belə izah elədiniz ki, bir insan vaxtında bu vitamini qəbul eləməlidirsə və yaxud da eləmədiyi halda hansısa problemlər yaranacaqsa, gübrə də o funksiyanı bilavasitə bitki üzərində aparır. Biz özümüzə onu rəva görürük, üzr istəyirəm, gedib bad alırlar. Bəli, qida əlavələri. Həmin meyvənin biraz çox tükət. Eyni o baddan gələn elementləri meyvə ilə al gedən. Hamısı onun tərkibində var. Təbii. Özümüz alıb atırıq, meyvəni alanda deyirik ki, onun tərkibində bəlkə çox kimya var, onu niyə yeyirik?
Biz qiymətləndirsək, ümumiyyətlə Azərbaycan iqliminin hazırki vəziyyətini, torpağın məhsuldarlığını, ən azı yaxın qonşu ölkələrlə müqayisədə və ya dünya çapında müqayisədə biz hansı vəziyyətdəyik hal-hazırda? Hollandiya kimi bir dövləti götürək. Avropanın ortasında çox kiçik bir dövlətdir. Torpaq ərazisi çox məhduddur. Texnologiyaların hesabına büdcənin əsas gəlir mənbəyi aqrosektordur. Və bütün dünyaya məhsul satır, texnologiyalar satır, ixrac edir. Azərbaycanın belə bir səviyyəyə gəlib keçməyə çox gözəl potensialı var. İnsan potensialı olaraq, təbii potensial olaraq, qaynaqlar olaraq sadəcə belə deyək də bunu planlı, düşünülmüş şəkildə istifadə etmək lazımdır. Perspektiv, yəni ümidverici deyirsiniz. Çox ümidverici. Çox gözəl. Yeni başlayan fermerlərə məsləhətiniz, fikriniz necə olar? Məsəl üçün bu sahə ilə bağlı. Çox gözəl sualdır. Kör-körana başlamasınlar. Araşdırmaya daha çox vaxt ayırsınlar. Yenə bayaq mən dedim, qonşu məkib mən də kim prinsipi ilə işləməsinlər. Boşluğu axtarıb daha yaxşı bir axtarmaq, bəli. Çıx bazara. Bəli. Ən azı. Bazar araşdırma. Nə çoxdur, nə azdır, nə tapmırsan, axtaranda nə bahadır. Onu istehsal elə. Maşallah, çox gözəl iqlim şəraitləri var bizdə. İqlim şəraiti yol verməyəndə istixanalar var. Kiçiyini qur. İşi böyüt, sonra böyüyünü qur. Sonuncu sualımı vermək istəyirəm. Sizin də əlavələrinizi eşitmək istəyəcəm. Yəni bildirmək istədiyiniz fikirləri. Hansı regionlarla daha sıx, belə deyək də, əyalətlərlə işbirliyiniz var? Biz Azərbaycanın bütün regionları ilə işləyirik. İstər şimal bölgəsi olsun, harca ki, bağçılıq çox inkişaf edib. İstəyib qərb bölgəsi olsun, orada da bağçılıq yaxşı inkişaf edib. Cənub bölgəsi ilə də Naxçıvan Muxtar Respublikamıza da kifayət qədər məhsullarımızdan göndəririk, orada da istifadə edirlər. Sadəcə fermerlərimizə məsləhət görərdim ki, bu el arasında bir məsəl var bizdə, deyir, ev buzolundan öküz olmaz. O psixologiya ilə hərəkət eləməsinlər, yerli məhsullara güvənsinlər. Və biz istehsalçı olaraq belə bir təklif də edərdik ki, biz bir təşkil edək, əgər istəyən varsa, bizim istehsalat sahəsinin ziyarət günlərini keçirdək. Gəlsinlər, insanlar görsün ki, hansı şəraitdə, açıq qapı günləri və prosesi tam izləsinlər. Bizim təqdim etdiyimiz məhsullar istehsalat. İnandırıram sizi, xarici ölkələrdən gələn mütəxəssislər var, bizim girib istehsalat imkanlarımızı görürlər. Deyir, bizim ölkənin istehsalçılarının çoxunun beləsinə imkanı yoxdur. Elə bax, bu sualı da vermək istəyirdim əslində. Ümumiyyətlə, xarici partnyorlarla hansısa formada işbirliyiniz varmı? Bizə çox ölkədən sifariş gəlir. Hal-hazırda Pakistandan gəlir, Kosovadan, Ukraynadan, Polşadan sifarişlər gəlir. Sadəcə biz prioritet olaraq daxili bazarı daha çox üstün tuturuq. Düzdür, onlarla da işi dayandırmırıq, aparırıq. Ancaq bizim birinci öndə məqsədimiz yerli fermerlərin tələblərini ödəmək. Artıq qalarsa, artıq xaricə də ixrac eləməkdir. Niyə də yox, ən azı belə deyək də bizim bir məhsulun xarici bir vətəndaşa faydasını da görmək çox yaxşı olar. Ümumiyyətlə bu tədbirlər filan planlarınız varmı? Bu yaxınlarda bildiyim qədər böyük bir sərgidə iştirak edəcəksiniz. Bəli, biz may ayının əvvəlində Bakı Ekspo Mərkəzdə aqra sərgi keçiriləcək. Regionun ən böyük aqrar sərgisidir və biz orada stendimiz olacaq. Mən fermerlərimizi də dəvət edirəm. Əlaqəli biznes mənsublarını da dəvət edirəm. Gəlsinlər bizim stendimizi ziyarət etsinlər. Onları maraqlandıran sualları versinlər, sual verməkdən çəkinməsinlər. Biz hər bir sualı cavablandırmağa hazırıq. Gübrə nümunələri orada olacaq. Bütün gübrə nümunələri olacaq. Orada bizim istehsalat prosesindən çəkilişlər təqdim ediləcək. Və yaxud ola bilər ki, istədiklərini stenddə görməzlər və yaxud bizə deyərlər ki, bu tipli gübrə bizi maraqlandırır. Biz də öz texniki imkanlarımızı nəzərə alıb, baxıb
yenisini düzəldib onlara yeni bir məhsul təqdim edilirsə, Nə xoş sizə. Nə xoş bizə. Təşəkkür edirəm. Sizin Çox sağ olun, özünüzün mən təşəkkür hər hansı bir fikirləriniz varsa əlavə edəcəyiniz buyurun. Ümumiyyətlə, belə deyək də, həm fermerlərə, həm bizi dinləyən digər tərəf müqavillərinə pozitiv olsunlar. Belə deyək, pessimizmdən uzaq olsunlar. İndi bilirsiniz, dünyada çətin bir zamanı yaşayırıq. Bəli, xaotik, stres dolu. Solumuzda müharibələrdir, siyasi gərginliklər var. Amma insan övladı durduqca qida var, qida sektoru var, kənd təsərrüfatı sektoru var. Kənd təsərrüfatı sektoru da gübrəsiz ola bilməz. Ola bilməz, bəli. Qorxmadan, çəkinmədən, düşünülmüş surətdə istifadə etsinlər, gəlirlərini artırsınlar. Çox sağ olun, təşəkkür edirəm. Əslində mən sizinlə söhbətdən belə bir iqtisadi bir prosesin həlli yoluna da nəticə olaraq gəldim, çıxdım. Tez-tez kəndlərin boşaldılması, insanların azalması, təsərrüfatın azalması kimi şikayətlər olur. Mən çox arzu eləyərdim ki, bax bu tip gübrə istehsalı, ümumiyyətlə kənd təsərrüfatının aqrar sənaye sektoruna dəstək vasitəsilə insanlar kəndlərdən qaçmasın, təbiəti oyatsınlar, məhsuldarlıq çoxalsın və bazarlarımız, ümumiyyətlə mətbəximiz, soyuducularımız bizim məhsullarla bol olsun və Homexə-də uğurlar arzulayırıq. Çox sağ olun, təşəkkür edirəm. Biz də əlimizdən gələni bazardığımızı bu iş üçün etməyə hazırıq və edirik də. Çox sağ olun. Və dəyərli izləyicilər, qonağımız Homex Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi, rəhbəri Etibar Ağalar idi. Növbəti verilişdə görüşənədək sağ olun.